Hər vaxtınız xeyir olsun əziz dostlar. Bu günləri biz fizika 1-ci qrup 12-si 7-ci ay 2026-ya dəstək olaraq özümün hazırladığım blok sınağının izahını verəcəyik. Gəlin vaxt itirmədən sınağın izahına keçək. Birinci sual və yeri gəlmişkən sınağı mən təmiz şəkildə, işləməmiş şəkildə kanalın altında, videonun altında fayl olaraq qoyacağım. Sonra daxil olub sınağı işləyə bilərsiniz sərbəst şəkildə. Gəlin birinci sualdan başlayaq. Yüklər sistemi bərabər sürətdə hərəkət edir. Birinci cismin kinetik enerjisi Y olarsa, ikinci kinetik enerjisi nəyə bərabər olur? Blokların kütləsi və sürtünmə nəzərə alınmır. Deməli, əgər birinci cismin sürəti V-dirsə, onda tərpənməyən bloka əsasən blokdakı iplər paralel olduğundan eyni sürət qiymətini alacaq. Lakin ikinci blokumuz tərpənən blok olduğuna görə bu zaman yük hissəyə 2 dənə V ip yerləşmiş olacaq. Ona görə deyə bilərəm ki, Y1 bərabərdir Y, o da bərabərdir MV kvadratı bölü 2. Y2 isə bərabərdir 4 MV kvadratı bölək 2. Nəticədə Y bölək Y2 nisbətinə baxsaq, bu bizə verəcək MV kvadratı bölü 2 bölünsün 4 MV kvadratı bölünsün 2. MV kvadrat bölü 2'lər gedəcək. Qalacaq ki, Y2 bərabər imiş 4 Y-yə. Cavab D variantı. Proton 1-1 və alfa hissəcik helium 2-4 eyni sürətdə induksiya xətlərinin perpendikular istiqaməti eyni bir cins maqnit sahəyə daxil olur. Protona təsir edən Lorentz qüvvəsi F olarsa, alfa hissəciyə təsir edən Lorentz qüvvəsi nəyə bərabərdir? Gəlin Lorentz qüvvəsinin düsturunu yazaq. F Lorentz bərabərdir QBV sinus alfa. Bizə deyir ki, perpendikular istiqamətdə daxil olub. Ona görə bu olacaq QBV. Biz bildirik ki, protonun yükü 1 olduğundan F proton bərabərdir 1 vur BV. Bu da olacaq elə BV. Daha sonra F heliumda isə heliumun yükü 2 olduğundan olacaq 2BV. Vəssalam. Mənə F protonu deyir F olarsa, proton təsir edən Lorentz qüvvəsi F olarsa, ona görə nisbətə görə götürəcəm F böl F. Niyə mən F-ə P yazıram? F helium bərabərdir BV bölünsün 2BV. F helium bərabərmiş 2F-ə. Cavab A variantı. Üçüncü sual. Harmonik rəqs edən maddi nöqtənin koordinatının zamanın asılılıq tənliyi X-ə bərabərdir A kosinus omega t üstəgəl fi şəklindədir. Cismin tam enerjisi Y olduğu məlumdursa, koordinatın X bərabərdir A bölü 2 qiymətini aldığı andan ifadə. Yəni, bu artıq bizdə X1-dir. Yəni, birinci koordinat. Cismin kinetik enerji potensial enerji bərabər olduğu ana qədər keçən ən qısa zaman intervalı, yəni X2. İndi, ən qısa zaman intervalı dövr etmə periyoduyla ifadə edin. Deməli, mən nə edə bilərəm? Əvvəlcə mənə deyir ki, cismin tam enerjisi Y olduğu məlumdursa, koordinatın X bərabər A bölü 2 qiymətini aldığı andan etibarən. Deməli, Y tama görə, Y tam məndə bərabərdir. Y potensial üstəgəl Y kinetik. Və mən X-in yerinə burada apap yazacağım nə? A bölək 2. A bölək 2 bərabərdir A kosinus omega t plus fi. Elə deyilmi? Buradan A-lar gedir və mənə gəlir ki, 2-də 1 bərabərmiş kosinus omega t üstəgəl fi. Bu kosinus nəticədə 2-də 1 qiymətini alır. Məlum məsələdir ki, bucağın bizdə hansı qiymətində? Bucağın pi bölək 3 qiymətində. Deməli, delta fi, daha doğrusu fi 1 bərabərdir pi böl 3. İndi isə gəlin fi 2-ni hesablayaq. Fi 2 isə bizdə deməli potensial
enerjinin kinetik enerjiyə bərabər olduğu ana görə hesablanacaq. Yəni potensial enerjinin kinetik enerji bərabər götürmüş olacağam. Y tam enerji bərabərdir 2Y potensial. Y tam enerji yerinə K amplitud kvadratı bölü 2 bərabərdir 2 vurulsun kx kvadratı bölünsün 2 kimi yaza bilərəm. 2'lər gedir, k'lar gedir və əmələ gəlir ki, a kvadrat bərabərdir 2x'in kvadratına. Hər tərəfdən kök alsam, a bərabərdir kök 2 vuraq x. Və buradan da x bərabərdir a bölünsün kök 2. Aparıb bu x'in qiymətini yazacağam, baxın, bu hissədə. Yəni tənlikdə yerinə yazacağam. Və əmələ gələcək ki, a bölü kök 2 bərabərmiş a kosinus omega t üstə gələk fi. A'lar gedir, əmələ gəlir kök 2 bölü 2 bərabərdir kosinus omega t üstə gələk fi. Görsəndiyi kimi kök 2 bölü 2-ni kosinus neçədə alır? Pi bölü 4'də alır. Ona görə də fi 2'miz neçə olacaq? Pi bölü 4. İndi biz bilirik ki, bax bunu tapdıq, bu böyük bir nəticədir. Biz bilirik ki, delta fi bölünsün delta t bərabərdir omega'ya. Deməli, delta fi'nin yerinə yazılır. Bir də omega bərabərdir 2 pi böl t düsturundan istifadə edəcəm. Bu iki düsturu bir-birinə bərabərləşdirəcəm ki, daha aydın şəkildə anlaşılsın. İndi gəlin aşağıdakı hissəni silim və aparıb yerinə yazaq. Əmələ gəlir ki, delta fi'nin yerinə yazacağım. Pi böl 3 çıx, pi böl 4. Bu dedir 12'də pi. 12'də pi böl delta t bərabərdir 2 pi bölək t. Pi'lər getdi. Əmələ gəldi ki, 24 delta t bərabərmiş böyük t'yə. Buradan da belə nəticə əmələ gəlir ki, delta t bərabərmiş t bölünsün 24'ə. Yəni, cavab A variantı. Dördüncü sual. Məhlullardan cəryan keçərkən katod üzərində ayrılan misin kütlələri arasında hansı münasibət doğrudur? Biz bilirik ki, müxtəlif mühitlərdə elektrik cəryanına əsasən elektroliz prosesində ştativlər üzərində ayrılan maddənin miqdarı M bərabərdir K küt düsturundan hesablanır. Və burada kimyəvi ekvivalent K bizdə bərabərdir nəyə? M bölünsün Faraday əmsalı vur N. Bu N nədir? Valentlik. Buna əsasən deyə bilərəm ki, K ilə N necədir? Tərs asılır. İndi, gəlin birinci maddəmizdə koprium xloridin valentliyində misin, çünki bizdən soruşur ki, ayrılan misin kütlələri, artıq misin valentliyinə görə baxacaq. Misin valentliyi burada 1 valentdir. Yəni burada N 1'dir. İkinci maddəmiz nədir? Mis 2 sulfatdır. Burada misin valentliyi 2'dir. Yəni N bərabərmiş 2. Üçüncü maddəmiz isə mis 2 xlorid imiş. Yəni N burada 2 imiş. İndi müqayisə tipli aparsaq, burada K bərabərdir 1. Burada K bərabərdir 2'də 1. Burada isə K bərabərdir 2'də 1. İndi müqayisə aparsaq K1, K2, K3 yazacağım da. Görmüş olaram ki, kimyəvi ekvivalent nə qədər azdırsa, bir o qədər az kütlə yığılacaq da katod üzərində. Ona görə də K1 daha böyükdür, yəni M1 böyükdür, M2 də bərabərdir M3'ə. Cavab C variantı. 5-ci sual. Birinci kondensatorun köhnələri arasında potensiallar fərqi 8 voltdur. Yəni, baxın, bu 8 voltdur. Ümumi 12'də axı 8 çıxı 12 verir mənə neçə? 4 volt.
İkinci kondensatorun tutumu nəyə bərabərdir? Bilirik ki, C bərabərdir Q böl U və C ilə U burada necə asılıdır? Tərs asılıdır. Ona görə yazacağım ki, C1 böl C2 bərabərdir U2 böl U1. U2-nin qiyməti 4-dür, U1-in qiyməti 8-dir. 2. C2 bərabərdir 2 C1-ə. C1 4 mikrofaraddır. Bu da verir 8 mikrofarad. Yəni A variantı. Elektromaqnit dalğası vakuumda yayılır. Dalğanın yayılma istiqaməti ilə elektrik sahəsinin intensivliyi vektor arasında bucaq nəyə bərabərdir? Biz bilirik ki, baxın, XY qrafik çəksək, əgər induksiya, maqnit induksiyasının Y-dən asılılığına baxırıqsa, sürətdə olur burada V. Əgər bu sinusun qanununa dəyişirsə, məsəl üçün, baxın, belə bir şey. Əgər sinusun qanununa dəyişirsə, bu da mütləq şəkildə sinusun qanunu ilə dəyişməlidir. Yəni, belə deyək də, yəni aşağıdakı nədirsə, yuxarıdakı da elə bir şey olmalıdır. Yəni, eyni xətt üzrə getməlidir. Yəni, B necə dəyişirsə, Y də eyni şəkildə dəyişməlidir. Bunlar arasındakı bucaq neçə dərəcədir qrafik üzrə? 90 dərəcə. Cavab D variantı. 7-ci sual. Verilmiş kütləli bir atomla ideal qaz üzərində gedən qapalı prosesin qrafiki təsvir edilmişdir. İzobar sıxılmada, yəni P konstantdır. Və V-nin qiyməti azalır, sıxılır. Qazın işi hansı ifadələrə təyin edilir? Deməli, izobar sıxılmada P-nin konstant olduğu hallara baxırıq. Bu da 1, 2 və 3, 4-dür. Və A da bərabərdir delta V vur P. Yəni, P0 vurulsun V2 çıx V1. Yəni, V0 çıx 3, V0. Bu da verir mənfi 2 P0, V0. Cavab B variantı. 8. Adsız fiziki kəmiyyəti müəyyən edin. Linzanın optik qüvvəsi D-dir. Vahidi var dioptriya. Difraksiya qəfəsinin periodu D-dir. Bunun vahidi var metr. Linzanın xətti böyütməsi qamma. Bunun vahidi yoxdur. Linzanın fokus məsafəsi vahidi metr. Şu alan yollar fərqi vahidi metr. 9. Ferromaqnit içliyin sarğacdan çıxarılması nəticəsində sarğacda maqnit sahəsinin enerjisi Vm və maqnit induksiyasının modulu B necə dəyişir? Bilirik ki, maqniti çıxardıramsa, maqnit seli azalır. Maqnit seli azalırsa, fi bərabərdir B kosinus alfadan. Deyə bilərəm ki, fi azalırsa, B də azalır. Yəni, cavab ya A-dır, ya B-dir. Və V maqnit, dubl maqnit bərabərdir fi kvadratı böl 2L-dəndir. Deyə bilərəm ki, fi azalırsa, V maqnit də azalacaq. Ona görə cavab B variantı. Sual 10. Kütlələri bərabər olan KLM və N zərrəcikləri səhifə müstəvisinə perpendikular olan vahid maqnit sahəsində daxil olduqdan sonra damalı kağızda göstərilən trayektoriyaları izləyirlər. Buna əsasən KLM və N zərrəciklərin elektrik yükü vəziyyətləri üçün aşağıdakı variantlardan hansı doğru ola bilər? N neytral zərrəcikdir. Biz bilirik ki, maqnit sahəsində daxil olan yüklü zərrəciyin istiqaməti və ona təsir edən qüvvə Lorentz qüvvəsidir. İstiqamət 4 barmağımız olur. Qüvvə isə hər zaman baş barmağımız olur. Fikir verirsinizsə, bunun istiqaməti düzdür və qüvvə də həqiqətən onu mərkəzə çəkir. Deməli, bu neymiş? Müsbət yüklü zərrəciymiş. K müsbətdir. L-a heç bir qüvvə təsir etmir. Deməli, yükü yoxdur ki, yəni Lorentz qüvvəsinin düsturundan bilirik ki, F Lorentz QBV-dir. Əgər yük sıfırdırsa, deməli, Lorentz qüvvəsi də sıfırdır. Deməli, L neytral imiş. N, yenə də 4 barmağımız sürətin istiqamətini göstərməlidir. Baş barmağımız isə qüvvə. Görürük ki, həqiqətən də qüvvə ilə baş barmaq arasında düz əlaqə vardır. Yəni, biz əlimizi elə açmışıq ki, şəkil müstəvisindən bizə doğru maqnit induksiya xəttləri elə hərəkət etsin. Yəni, X-a görə, daha doğrusu nöqtələrə görə. Yəni, baxın, nöqtəyə görə baxırıq da biz burada. Bir dənə götürmüşük, nöqtəyə görə baxırıq. İndi, M. M-də isə 4 barmağımızı istiqamətə görə açanda fikir verirsə, qüvvə sağ tərəfə çəkir, əgər nöqtədir. Deməli, belə çıxır ki, bu mənfi yüklü zərrəci imiş ki, belə bir hadisə baş veribmiş. Ona görə də cavab müsbət, neytral
müsbət, neytral, müsbət, mənfi. Cavab C variantı. 11. Metalın üzərinə dalğa uzunluğu lambda olan işıq salındıqda qopan fotoelektronların maksimal kinetik enerjisi metalın çıxış işinə bərabər olur. Deyir ki, bu metalın üzərində dalğa uzunluğu 0.5 lambda olan işıq salındıqda qopan fotoelektronların maksimal kinetik enerji metalın çıxış işinə neçə dəfə böyükdür? Bilirəm ki, H-ni bərabərdir. A çıxış üstə gəl Y kinetik. Əgər mənə deyir ki, lambda düşürsə, deməli bu elə 2 açılış olur da. Çünki açılış YK-ya bərabər olur. Nünün də yerinə C böl lambda yaza bilərəm də. HC böl lambda bərabərmiş 2 açılışa. İndi mənə deyir ki, 0.5 lambda olanda. Yəni HC böl 0.5 lambda olanda açılış YK-dan neçə dəfə böyük olmuş olur? HC böl lambdanın yerinə 2 açılış yazacağım. Baxın, bunun yerinə yazacağım 2 açılış. Yuxarı qalxaraq 0.5. Əmələ gəlir 4 açılış bərabərdir açılış üstə gəl YK. Buradan da əmələ gəlir ki 3 açılış bərabərmiş YK. Deməli cavab Y variantı 3 dəfə böyükdür. 12. Uzunluğu S bərabərdir 1 metr olan yüngül və uzanmayan sapın bir ucu sabit nöqtəyə bərkidilmişdir. Digər ucuna isə M bərabərdir. Deməli bir nöqtəsi bağlanılıb və M kütlə bağlanılıb və bu çevrə üzrə hərəkət etdirilir. Cismin ən aşağı nöqtədə keçən sürəti 6 metr bölü saniyədirsə, cismin ən aşağı nöqtədə keçən an sapın gəlmə qüvvəsini hesablayın. Bir dənə belə çevrə çəkəcəm. Və bu cismi hərəkət etdirirəm, fırladıram və aşağı nöqtəyə gəlib çıxır. Aşağı nöqtədən onu aşağı çəkən qüvvə mg'dir, ağırlıq qüvvəsi. Yuxarı çəkənsə gəlmə qüvvəsidir. Bilirəm ki, F əvəzləyici qüvvə bərabərdir T çıxaq M J-yə. F əvəzləyicinin yerinə MA yaza bilərəmmi? MA bərabərdir T çıxaq M J-yə. Buradan T bərabərdir M. A-nın yerinə yazdım. V kvartı böl R çevrə üzrə hərəkət edirək. Üstə gəl M J-yə. Buradan da əmələ gəlir ki, M-in yerinə, yəni M-i çıxartsam buradan ümumi hesablama aparsam V-nin yerinə 6, 36 böl 2, 18. 18 vs 0.5. 9. 9-un da üstünə gələndə bir dəqiqə səhvlik getdi. M-in yerinə 0.5 və 36 vur 0.5 18 böl 2 9. 9-un da üstünə gələndə 5 14. Niyə səhvlik getdi ki? Bir dəqiqə başa düşmədim. Və 6 2-yə bölürəm mən. Radius 1-də axı bu radiusdur. Mən də səhv salıram. Və 1 metrdə deyir uzunluğu. Deməli bu 1-dirsə deməli radius da 1-dir də. Yəni 0.5 vur 36 böl 1 bərabərdir T çıxaq 5. T bərabərdir 18 üstə gəl 5 bölür 23 Newton. Cavab A variantı. 13. Sadə bir transformatorda şəkildə kimi M1 və N2 sarğıları mövcuddur. İlkin dövrəyə tətbiq olunan gərginlik ikinci dövrədə də bir gərginin yaranmasına səbəb ola bilər. Bu transformatorun ideal olmadığı məlumdursa, yəni K1-dən kiçikdir. K da bərabərdir N2 böl M1, U2 böl U1, I1 böl 2, P1 böl P2. Bu zaman mən rahatçılıqla deyə bilərəm ki, M1 böyümüş N2-dən, U1 böyümüş U2-dən, I2 böyümüş I1-dən, P2 də böyümüş P1-dən. Mən də deyir ki, kəmiyyətlərdən hansı ikinci dövrətin nisbətən mütləq şəkildə daha böyükdür? Təbii ki, N-dən U. Yəni 1-3. VT koordinat sistemində doyan buxar üzərində gedən proses göstərilmişdir. Doyan buxar, bunu qeyd edirik, doyan buxar. MT koordinat sistemində hansı qraf bu prosesə uyğun gəlir? Bilirik ki, doyan buxarda M ilə V bir-birindən düz asılır. Yəni M necə dəyişirsə, V də necə dəyişir. V artırsa, M də artmalıdır. Ona görə C, B, Y getdi. Qalırıq A-dan D. Bu prosesdə T konstant olduğundan, yenə də T konstantdır. Ona görə cavab A variantı. 15. Yer səthindən H bərabərdir R hündürlükdə. Cismə təsir edən ağırlıq qüvvəsi 160 Newtondur. Yer səthindən H bərabərdir 3 R hündürlükdə bu cismə təsir edən ağırlıq qüvvəsi nəyə bərabərdir? Deməli, ağırlıq qüvvəsi F-dir. Bu da 160 Newtondur. Bu da bərabərdir M vuraq J böl
h üstəgəl r-dir. Yəni h-ın da yeni radius yazacağam. 2r-in kvadrat. Əmələ gəlir ki, mg bölünsün 4r kvadrat. İndi h bərabərdir 3r olanda yeni f0 qüvvəsi yaranır. Mg bölünsün 4r-in kvadratı 16r kvadrat. Bunların nisbəti kimi mən daha doğrusu, bunların nisbəti kimi götürsəm 160 böl f0 bərabərdir. Sadəcə 16 böl 4, yəni aşağıda yuxarı qalxır 16, aşağıda qalır 4, bu da 4. F0 bərabərdir 40 Newton. Cavab A variantı. Keçək 16. Planck sabitin vahidi hansıdır? Planck sabiti Y fotonun enerjisi bərabərdir h new'dən bilirəm ki, h burada Planck sabitidir. H bərabərdir Y foton böl nü. Y foton jouldur enerjisi. Nü'nü də yeni 1 böl saniyə yaza bilərəm də tezlikdir. Hertz. Joule vur saniyə. Yəni A variantı. 17. Qapalı bir konturda yaranan induksiya cərəyan şiddəti I bərabərdir 2T kvar üstü 4T çıx 3 amper. Qanundan dəyişir. Bu konturda induksiya cərəyan şiddətinin dəyişmə sürəti, yəni delta I böl delta T zamanı asılı qrafiki hansıdır? Mən bilirəm ki delta I böl delta T məndə I-nin törəməsini verir, elə deyilmi? Yəni cərəyan şiddətinin verilən tənliyin törəməsi. Heç bir şey. Bunun törəməsini alacağam. Və verəcək mənə ki, I-nin törəməsi bərabər imiş. 4T üstəgəl 4. Təbii ki, bunun da qrafiki A-dır. Çünki artan və düz xəttli qrafik. Həcmləri bir-birinə bərabər olan 3 müxtəlif cisim K, L, M kürələri eyni maye olan qabın daxilinə salınır. Müşahidə zamanı məlum olur ki, K kürəsi mayenin səthində üzür. Bir hissəsi suyun üzərindədir, yəni mayedir. K-nın bir hissəsi suya batıb. Daha sonra L kürəsi mayenin daxilinə tam bataraq tarazlıqda qalıb. M kürəsi isə qabın daxilinə çökür. Deyir ki, bu kürələrin maye göstərdiyi Arximed qüvvələri arasında hansı münasibət doğrudur? Arximedin düsturu nə idi? F Arximed. Rho maye V batan vur J. Fikir verirsinizsə, bu VM-lə VL-in batan hissələrinin həcmi eynidir, elə deyilmi? Yəni, hər ikisi suyun dibindədir. Ona görə deyə bilərəm ki, FM bərabərdir FL-ə, elə deyil. Lakin VK-nın batan hissəsi daha azdır da, elə deyil. Ona görə bunlar da böyükdür VK-dan, FK-dan yəni daha doğrusu. Yəni cavab D variantı. Keçirik 19. Yay və uzanmayan ip arasında olan vedrənin içində biraz su vardır. Bu vəziyyətdə ipdəki gərilmə qüvvəsi T və yaydakı elastik qüvvəsi F-dir. Tarazlıq pozulmadan vedrəyə biraz daha su əlavə edilərsə, ipdəki T gərilmə qüvvəsi və yaydakı F elastik qüvvəsi necə dəyişər? Əgər bu uzanmayan ipdirsə, bu heç də uzanmayıb, yaya bir təsir göstərməyəcək, bir F göstərməyəcək. Yəni F dəyişməyəcək. Lakin uzanmayan ip olduğundan bütün ağırlıq düşəcək gərilməyə. Ona görə də gərilmə qüvvəsi artacaq, F isə dəyişməyəcək. Cavab B variantı. 20. Yarım parçalanma dövrü 20 saat olan platin 78-197 nüvələrinin beta mənfi parçalanma nəticəsində stabil qızıl nüvələri yaranır. Müşahidənin başlanğıcı anından nümunədə 8/20 sayda platin nüvəsi var. Koordinat başlanğıcında başqa qızıl nüvələrin sayının zamanla asılı qrafikansı nöqtədən keçir. Çox maraqlı bir mürəkkəb sualdır. Bilirik ki, əgər qızıl nüvələri yaranırsa, bu başlanğıc platin nüvələrindən zamandan asılığa görə çıxan platin nüvələridir parçalanmaya görə. NT-nin də yerinə mən N0 vur 2 üstü mənfi N yaza bilərəm. Yəni mənfi T böl böyük T. Buradan əmələ gəlir ki, N aurium bərabər imiş N0 1 çıxılsın 2 üstü mənfi T bölək böyük T-yə. Deməli, məndə yarım parçalama dövrü, yəni balaca T-ni 20 verib. N aurium bərabərdir N0 8/10 üstü 20. Yəni elə birinci hal görək, bunu bir başa götürək. Nə oldu buna? Birinci halı görə götürək.
1 çıxaq 2 üstü. Deməli, birincidə bu niyə belə oldu ki? Fikir versə birincidə 20 saat verib. Ona görə t-nin yenə 20 yazacağım. Mənfi 20 böl 20. Bu eləyir necə? 2-də 1. Çünki 1-dən 2-də 1-i çıxanda eləyir 2-də 1. Bu da eləyir 4 vur 10 üstü 20. Görək düzgündürmü? 4 vuraq 10 üstü 20-ni mənə verirmi bu? Fikir verirsə 4 vuraq 10 üstü 20-ni vermir. 2 ilə 4-ün arası 3-ü verir. Deməli 1 getdi. B ilə D və Y variantı getdi. Qalırıq A ilə C arasında. Heç 2-yə baxmayaq. Elə birbaşa 3-ə və 4-ə baxaq. 3-ə baxacağım və 4-ə baxacağım. 3-də 60 verib. Ona görə yazacağım ki, 3-cüyə görə n alıyorum. Bərabərdir 8 vuraq 10 üstü 20. 1 çıxaq. Neçə? 60 böl 2 mənfi 3-də 1, yəni 8-də 1. Bu da eləyir 7 vuraq 10 üstü 20. Görək doğrudurmu? Bəli, həqiqətən də 7 vuraq 10 üstü 20. Çünki 7-yə düşür. 3 doğrudur. Deməli, ya cavab C-dir, ya A. İndi 4-ə baxaq. 4-də isə 80 verirəm və 8 verib qiymətini. 4-ə görə də baxaq. N avriyum bərabərdir. 8 vur 10 üstü 20 vurulsun. 1 çıxaq. 4-də 1, yəni 16-da 1. Bu da eləyir 7 10-da 5 vur 10 üstü 20. Təbii ki, bu da səhvdir. Çünki 8 verib qiyməti. 4-də getdi, cavab A variantı. Keçək 21. Başlanğıc anda eyni nöqtədə olan 1 və 2 cisimləri sürət zamanının qrafikləri verilmişdir. Birinci cismin dayandığı anda cisimlər arasında məsafəni hesablayın. Əgər mən bilirəm ki, cismin getdiyi yol S fiqura bərabərdir. Ona görə gəlin S1-i hesablayaq. Delta S bərabərdir. S1 çıxaq S2. S1 bərabərdir. Burada yazıram. S1 bərabərdir. Bu sahə ilə bu sahənin cəmi. İndi düzbucaqlıda bu 10-dur. Bu da ki 20. 10 vur 20, 200, 100. Üstə gəl. Bir də bu trapeziyanın sahəsini hesablamalıyam. Trapeziyanın da sahəsi üçün 20 üstə gələn 30 bölü 2, 15. 15 vur 5, 75. 175. İndi S2-ni hesablamalıyam. 15 vurulsun 10, 50, 150. Modulca fərq delta S bərabərdir 25 verir də cavab variantı. Keçək 22. Difraksiya qəfəsinin üzərində perpendikular düşən monoxromatik işığın tezliyini kancı tərtib maksimum uyğun meyl bucağı fi olarsa qəfəs periodu hansı ifadələr təyin olunur? Bilirik ki, D sinus fi bərabərmiş K lambdaya. Burada D bərabərdir K lambda böl sinus fi. Deyib. Sonra S də bərabərdir. S də bərabərdir məndə axı lambda nü. Deməli, lambdanın yerinə mən yaza bilərəm S böl nü. Apap yerinə yazsam. KS böl nü sinus fi. KS böl nü sinus fi. D variant. K1 və K2 açıqları qapasaq dövrənin müqaviməti neçə dəfə azalır? Əvvəlcə gəlin açar açıq olanda baxaq. Açar açıq olanda. Əgər açar açıqdırsa, bu zaman cəryan bax gələcək buradan, bura gələcək və özünə rahat yolu seçəcək. Yəni, R ümumi bərabərdir. R üstə gəlir. Yəni, 2R. İndi, açar qapansa. Əgər açarı qapayıramsa, bu zaman dövrənin hər tərəfindən keçəcək cəryan işlədir. Dövrənin hər tərəfindən keçəcək cəryan işlədir. Ona görə də R ümumi bərabərdir. 2R, 2R böl 4R kvadrat. 4R kvadrat 2R, yox 4R. Toplayanda eləyir 4R. 4R kvadratı böl 4R, bu da verir mənə R. İndi neçə dəfə çox azaldı? Əvvəlcə açar, deyir ki, açar qapasaq. Açarları qapasaq. R böl 2 bərabərdir 1 böl 2. 2 dəfə
azalır. 2 dəfə azalır. Keçək 24. PV diaqramında ideal istilik mühərrikinin sikli təsvir edilmiş. Bu sikli sabit miqdarda ideal qazla həyata keçirilir. Aşağıda verilən siyahıda bütün doğru ifadələri seçin. 2, 3 və 4 bir prosesləri izotermikdir. Xeyr. İzotermik prosesdə bildirir ki, P ilə V tərs asılı olmalıdır. Lakin burada tərs proses deyil. Bunlar adiabət prosesdir. 2, 3 və 4 bir prosesləri adiabətikdir. Bəli. Yəni, bildiyimiz qanunların əksidir. 3-4 prosesi qaz iş görmür. 3-4 prosesində qaz iş görür. Nə zaman qaz iş görməz? O zaman ki, həcm sabit olarsa. 2-3 proseslərində qaz müəyyən miqdarda istilik verir. Xeyr, qaz müəyyən miqdarda istilik vermir. Çünki 2-3-də qaz əksinə istilik alır. Adiabət prosesdə axı. 1-2 prosesində qaz müəyyən miqdarda istilik alır. Bəli, bu doğrudur. Çünki qaz müəyyən miqdarda istilik alır. Çünki burada temperaturun, yəni belə deyək də, T konstantdır. T konstanttırsa bu zaman V-nin miqdarı azalır, P-nin miqdarı artır və qaz müəyyən miqdarda istilik alırsa bu zaman V-nin miqdarı azaldığından qazın gördüyü işin miqdarı da azalmış olur və qazın gördüyü iş azalırsa bu zaman qaz müəyyən miqdarda istilik almalıdır. Bəli, cavab 5-dir. 2, 5. Bir nömrəli halqadan çubuq şəkili maqnit cənub qütbü, 2 nömrəli mis halqada isə eyni maqnit şimal qütbü uzaqlaşdırılır. Aşağıdakı verilən siyahıda müşahidə olunan hadisələrlə bağlı düzgün ifadə seçin. Bu misdirsə, burada epsilon 0-dır. Çünki burada daha doğrusu taxtadsa burada yaranmır axı elektromaqnit induksiyası. Lakin burada elektromaqnit induksiyası var. Deməli, bir nömrəli halqa induksiya cərəyanı yaranır. Bu doğrudur. 2 nömrəli halqada induksiya cərəyanı yaranır. Bu doğrudur. Bir nömrəli halqada epsilonu 0-dan kiçikdir. Xeyr. Çünki bir nömrəli halqada ümumiyyətlə elektromaqnit induksiya yaranır ki, o da 0-dan kiçik olsun. 2 nömrəli halqada delta fi bölü delta t müsbətdir. Xeyr. Maqniti uzaqlaşdırıramsa bu zaman maqnit selinin miqdarı azalır. Ona görə də cavab 1, 2 və 5-dir. İdeal rəqs kontrolunda kondensatorun elektrik tutumu C bərabərdir 2 vur 10 üstü -6 farad. Sarğacın induktivliyi isə L bərabərdir 0,5 Henridir. Kondensatorun yükləndiyi anda lövhələr arasında gərginliyin maksimal qiyməti U max 10 voltdur. Rəqs prosesi zamanı kondensatorun elektrik sahəsinin enerjisinin sarğacın maqnit enerjisi bərabər olduğu anda sarğacda axan cərəyan şiddətini hesablayın. Deməli, V tam bərabərdir V elektrik üstəgəl V maqnit və mənə deyir ki, bunların hər ikisinin bərabər olduğu anda 2V maqnit yaza bilərəm. Yox da 2V elektrik, fərqi yoxdur. İndi bunu da yerinə yazalım, 2V elektrik. İndi yazıram ki, V tamın yerinə yazacağam mən CUM kvadrat bölü 2 bərabərmiş. 2 vuraq CU kvadrat bölü 2. C bölü 2'lər getdi. Əmələ gəldi, UM 10'dur, kvadratı yüksələcəm 100, bərabərdir 2U'nun kvadrat. U kvadrat sənmə 25 volt imiş. Bunu bir qeyd kimi saxlayıram. Mənim nəsə olsun, sarıqda axan cərəyan şiddətini hesablayın. Sarıqda axan cərəyan şiddətini hesablayın. Biz də bilirik ki, V elektrik V maqnitə bərabərdir axı. Onda CO kvadrat bölü 2 bərabər olur. L kvadrat bölü 2. 2'lər getdi. U kvadratını yeni yazım 25. C məndə 2 vur 10 üstü -6. 2 vur 10 üstü -6 vur 25 bərabərdir. L'in yerinə yazalım. 2-də 1 vur i'nin kvadrat. 4 vur 25 100. O da edir 10 üstü -4. Değil mi? 10 üstü -4. I kvadratı da bərabərmiş. 10 üstü -4. I də bərabərmiş. 10 üstü -2. Yəni 0,1 amper.
Uyğunluğu müəyyən edin. Harmonik reaksiya yayın ucuna bağlanmış yükün tarazlıq vəziyyətində maksimum kənara çıxma nöqtəsinə doğru hərəkət edir. Doğru hərəkəti yayın elastiklik qüvvəsinin təsiri altında. İndi əvəzləyici bilirik ki, burada F elastiklik qüvvəsi kx-dir. Mənfi kx-dir. İndi A variantı. Əvəzləyici qüvvə və təcil qiymətçi sabitdir. Xeyr. B variantı. Əvəzləyici qüvvə və təcil tarazlıq vəziyyətində sıfıra bərabərdir. Bu da səhvdir. C variantı. Əvəzləyici qüvvə və təcil mərkəzdə yönəlmişdir və qiymətçi isə bu da səhvdir. Əvəzləyici qüvvə və təcil hərəkət müddətinin zamana görə artır. Deməli, əgər yük tarazlıq vəziyyətindən maksimum kənara çıxırsa, yəni bu daha bilirik ki, elastiklik qüvvəsindədir də. Yəni x-in qiyməti artdıqca qüvvə və təcildə qiymət artmalıdır. Çünki bizə deyir ki, əvəzləyici qüvvə təcil hərəkət müddətində zamana görə artır. Həqiqətən də əgər x artırsa, F elastiklik qüvvəsi də artmalıdır. Ona görə 1-ə gedəcək D variantı. Gedəcək D variantı. 2. Meyilli müstəvi, cisim sürtünməsi meyilli müstəvizi sükunət vəzini aşağı doğru sürüşmüşdür. Bilirik ki, mg sinus alfadır, elə deyilmi? F. Burada da bilirik ki, sürtünmə olmadığı və meyil bucağı sabit olduğuna görə əvəzləyici qüvvə və təcil nədir? Yəni burada A bərabərdir J sinus alfa və bu da sabitdir. Ona görə cavab əvəzləyici qüvvə və təcil qiyməti sabitdir. A variantıdır. 3-də deyir ki, dairəvi hərəkət avtomobilin döngədə sabit bucaq sürəti ilə dönməsi. Təbii ki, burada da əvəzləyici qüvvə və təcil mərkəzi yönəlmişdir və sabitdir. Cavab C variantı. Deməli, cavab D və A və C. Keçək 28. Ətraflı sxemdəki dövrədə bir cins maqnit sayəsindəki AB naqlinin hansı istiqamətdə hərəkət etdirdiyi amperin göstəricisi 0-a bərabər olur. Bilirik ki, sol əl qaydasına əsasən müsbətdən mənfi elektrik cəryan axmış olur və 4 barmaq cəryanın istiqamətini, baş barmaq isə amper qüvvəsinin istiqamət göstərmiş olur. Yəni, buradan bura F amperdir. İndi bildiyimiz kimi bu naqil maqnit sayəsində olduğundan burada elektromaqnit induksiya hadisəsi yaranmış olur. Və induksiya cəryanına əsasən epsilon I bərabərdir BVL sinus alfa. Və buradan mən deyə bilərəm ki, cəryan şiddətinin istiqaməti sağ tərəfdirsə, sağ əl qaydasına əsasən 4 barmağımız cəryanın, daha doğrusu baş barmağımız cəryanın istiqaməti olmuş olur. Baş barmağımız, bəli, burada induksiya cəryanı isə müsbətdən mənfiyə doğru deyil də, elə bil ki, mənfidən müsbətə doğru hərəkət etmiş olur. Burada da ki, sağ əl qaydasına əsasən baş barmağımız induksiya cəryanının istiqamətini göstərməlidir. 4 barmağımız isə bizdə sürətin istiqamətini göstərməlidir. Fikir verdiyimiz kimi, bu naqil aşağı doğru hərəkət edilərsə, bu zaman I böyük olur I-dən və nəticədə I bərabər olur, daha doğrusu I bərabər olur mənfi I-yə və bu zaman ümumi I ampermetrin göstəricisi 0-a bərabər olur. Ümumi. Ampermetrin göstəricisi 0-a bərabər olmuş, əgər tərsinə doğru hərəkət etdirsə. Qərb istiqamətində 1 metr bölü saniyə sürətlə uçan qarğa ağzındakı qozu sərbəst buraxır və qoz aşağı düşərək üfüqi yolda şərq istiqamətində 20 metr bölü saniyə sabit sürətlə hərəkət edən avtomobilin ön şüşəsinə dəyir. Qozun sərbəst buraxıldığı anda avtomobilin şüşəsində şaquli hündürlük məsafəsi 20 metr, üfüqi məsafəsi L qədərdir. Hava müqaviməti nəzərə alınmadığına görə L məsafəsi neçə metrdir? Deməli, biz bilirik ki, qarğanın ümumi hündürlüyü 20 metrdə, qarğanın durduğu hündürlüyü 20 metrdir. Bilirik ki, Hmax bərabərdir JT kvadratı və bu zaman qarğa qozu buraxanda ağzına bu neçə saniyə gəlib düşəcək? Bu mənə maraqlıdır. 40 bərabərdir 10 vur T kvadratı. T kvadratı bərabərdir 4, T bərabərdir 2 saniyə.
Deməli, qarğa qozu 2 saniyə buraxacaq ağzından. 2 saniyə düşəcək maşının hündürlüyünə. Yəni, daha doğrusu maşının baxın, bu hissəsindəki şüşəsinə. Onu mən başa düşdüm artıq. İndi 2 saniyə ərzində bu maşın nə qədər yol gəlib, mən onu hesablamalıyım və bu qarğa 2 saniyə ərzində nə qədər yol gedib, onu hesablamalıyım. V maşın bərabərdir. X maşın vur T maşın, X bölü T. Daha doğrusu bir dəqiqə, maşının getdiyi yol. X maşın bərabərdir. V maşın vur T maşın, T maşın. Adı ki, bu da 2 saniyədir. X qarğa bərabərdir V qarğanın sürəti vur T qarğanın gəlib çatma müddəti. Hər birində 2 saniyədir. V maşın 20-dir. 20 vur 2 40. Qarğada isə 1 vur 2 2-dir. Bilirik ki, L də bərabərdir. X-em üstə gəl. X qarğanın getdiyi yol. Bu deyir 42 metr. Çox sadə və asan sualdır. 30. Gözə düşən paralel işıq şüaları tor təbəqəsinin öndə kəsişir. Bu gözün hansı görmə qüsuru var və qüsurlarına qalmaq üçün hansı linzalı əynəklərdən istifadə etmək lazımdır? Cavabımız əsaslandır. Görürük ki, mənə deyir ki, bu gözün işıq şüaları tor təbəqəsindən öndə kəsişir. Tor təbəqəsinin, yəni bu gözdirsə, gözə düşən şüalar bu şəkildə bizə göstərir. Bu normaldır. Bu normaldır. Bu normaldır. Və daha arxada, daha doğrusu daha öndə yerləşirsə şüalar, yəni bu cisimdirsə, tərsinə daha kiçik şəkildə alınırsa, bu bilirik ki, yaxından görmə xəstəliyidir. Nə demək yaxından görür? Yaxını yaxşı görür, uzağı pis görür. Deməli, həqiqətən də uzağı pis görür ki, bu adam. Bunun gözü şüalar bir qədər qabaq hissədədir, öndədir. Deməli, uzağı pis görür ki, bu tərəf öndədir də, elə deyilmi? Bəli. Və biz də bilirik ki, uzaqdan görmə, daha doğrusu yaxından görmə xəstəliyi zamanı uzağı bir xəstə pis görürsə, bu zaman mən elə eləməliyəm ki, bu daha doğrusu uzağı yaxşı görür. Yaxını yaxşı görür, uzağı pis görürsə, bu zaman mən elə eləməliyəm ki, bu uzaqdakı yaxına doğru gəlsin də, elə deyil. Və ona görə də bu elə etməliyəm ki, bu uzağı daha yaxşı şəkildə görsün. Ona görə də mən səpəcə linzadan istifadə edəcəm ki, göz çünki səpəcə linzadan istifadə eləməliyəm ki, yəni şüalar daha çox səpilsin və loru dilcə daha çox səpilsin və uzağa daha tez bir zamanda çatsın. Yəni loru dilcə belə rahat şəkildə yadda saxlamaq üçün belə deyə bilərik ki, əgər yaxından görmə xəstəliyi varsa, bu zaman yaxını yaxşı görür, uzağı pis görür. Uzağı pis görürsə, deməli bu uzağı yaxın olmalıdır. Onun üçün də səpəcə linzadan istifadə etməlisən. Səpəcə linzada axı yayılır şüalar ona görə. Əgər uzaqdan görmə xəstəliyi olsaydı, hansı ki burada öndə deyil, daha əvvəldə kəsişəcəkdi, arxada kəsişəcəkdi, sağ tərəfdə kəsişəcəkdi. Bu zaman isə uzağı yaxşı görür, yaxını pis görürsə, bu zaman toplayıcı linzadan istifadə etməliyəm ki, toplasın və şüaları bir nöqtəyə toplayaraq yaxınlaşdırsın. Bax, bu məntiqlə daha rahat şəkildə yadda saxlamaq olur. Deməli, nə lazımdır bizə? Səpəcə linza. Məncə izah etdiklərim normal şəkildə idi və anlaşılır idi. Təşəkkür edirəm ki, məni dinlədiniz. Sizə minnətdarım.